Xoş gördük bizi bir daha dəyərli müştərilərimiz, dəyərli dostlarımız. Şəxsi özü üçün tikilmiş bir həyət evimiz satışa çıxdı. Xırdalanında Milyonerlər məhəlləsində yerləşir bu həyət evi. Ümumi sahəsi 300 kvadrat, torpağın sayısı 3,5 sotun içindədir. 3 mərtəbədir villamız, belə villa deyək də, həyət evi deməyək. Paket kupçadır, ipotekaya tam yararlıdır və alan şəxsə obyektdən bir yerdə paydır. Qiymət də daxildir. Və burada həyətyanı sahəsi yerləşir. Yeri çox əlverişli bir yerdə yerləşir. Xırdalanında məktəbə yaxındır. Bir də Bakı-Sumqayıt yoluna rahatdır. Milyonerlər məhəlləsidir. Və obyektimizlə sizə tanış edeyim. Bütün avadanlıqlarından qalacaqdır. Gözəllik salonu kimi də fəaliyyətdədir. Gördüyünüz kimi burada. Yəni arendada verə bilərsiniz, işlədə də bilərsiniz. 3 mərtəbə. Qalxaq evimizə. Bir-bir sizə otaqlardan tanış edeyim. Daxil olduğu evimizdə solda mənzili hamam otağı yerləşir. Çəkək. Geniş belə bir qonaq otağı qarşılayır bizdə və mətbəximlə sizə tanış edeyim. Burada mətbəxi çəkək təqdim edeyim. Bir-bir sizə hamısını izah eləyəcəm. Burada ara kəsmə ilə bağlı idi. Mənzil sahibi ara kəsməni açıb və geniş bir mətbəx yaradıbdır. İsti sistemi burada kombidir. Bütün kommunallar mövcuddur. Qaz su işi fasiləsizdir. Geniş evdir. Tez-tez çəkək. Çox vaxt getməzdir. Burada ayrıca otağı idi. Ara kəsmə ilə açıb geniş bir zal yaradıbdır. Keçək ikinci mərtəbəyə. İkinci mərtəbədə də bir zal, 4 otaq bizi qarşılayır və sonuncu mərtəbədə mansardır. Ara kəsmə monolit betonlu qoşa kubiklə tikilir. Şəxsi tikilidir. Deməli, qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə belə bir qonaq otağı qarşılayır bizi. Həm foyedir, həm qonaq otağıdır. Buranın gözəl bir eyvanı. Burada da həyətyanı sahəsidir. Yəni, mənzil alan sahibindən çox şey asılıdır. Çox şeydən istifadə edə bilər. Otaqlardan bir-birinizi sizə tanış edeyim. Birinci otaq bizi qarşılayır. Mansarddan bir yerdə belə deyək də 8 otaq gedir mən bilən səhv eləmirəmsə. Burada ikinci yataq otağı bizi qarşılayır. Üçüncü yataq otağını çəkək təqdim eləyək. Burada bizi üçüncü yataq otağı və buradakı sonuncu yataq otağını çəkək təqdim eləyək və sonuncu yataq otağının ayrıca hamam otağı var. Burada sonuncu yataq otağı və eyvan hissəsi, gözəl bir baxışı və hamam otağını sizə təqdim edeyim. Burada geniş belə bir hamam otağı. Sonuncu yataq otağını sizə çəkək təqdim eləyək. Çox maşallah geniş bir həyət evidir. Qalxaq üçüncü mərtəbəyə. Üçüncü mərtəbədə mansard kimidir. 5, 6, 7 otaq gedir onda belə. Qalxaq üçüncü mərtəbəyə. Geniş mansardır. Maşallah, xeyir işlərə qismət olsun. Yaxşı nişanzad eləmək olar, özünüz üçün xudmani. Geniş mansardır, istifadə eləyə bilərsiniz və eyvanı. Bu eyvandan çox xoşum gəldi. Nəyə görə? Burada yəni stol qoyub çox qəşəng səhər yeməyinizi yeyə bilərsiniz. Yaxşı şərait qura bilərsiniz. Geniş evdir. Geniş həyətyanı sahəsi var. Start qiymət 270 min manatdan çıxdı. Təbii ki, real alıcıya endirim nəzərdə var. Kimə maraqlı olsa bizimlə əlaqə saxlasın. Bugünlük bu qədər, sağ olun, var olun.